Skalyozun daha bir ciddi problemi. Bugün skalyozun ən çox valideynləri narahat edən səbəblərdən biri yeniyetmələrdə, xüsusən də 13-15 yaş arası qız uşaqlarında skalyoz demək olar ki, daha sürətlə inkişaf edir. Bu da onunla əlaqələndirilir ki, bu yaşda olan dövrdə qız uşaqlarında cinsi yetişkənliklə əlaqədar hormonal problemlərlə əlaqədar kalsi tələbatı daha çox olur və bədəndə kalsi maqnezium tələbatının artması ilə əlaqədar kifayət qədər depo şəklində kalsi maqnezium olmadığı üçün orqanizm bu kalsi maqnezium balansını sümükdən götürdüyü üçün və belə insanlarda sümüklərdə elastiklik yarandığına görə və bu yaş dövründə skalyoz daha çox inkişaf edir və daha çox artır. Və eyni zamanda bu dövrdə ən əsas və ən təhlükəli məqam odur ki,